Salam, səmada parlayan ulduzların ən çevik, ən intellektual və heyran edici enerjisini daxilində daşıyan, zəkası ilə hər bir qaranlıq yolu işıqlandırmağı bacaran əziz və dəyərli əkizlər bürcləri. Yeni bir həftənin qapıları üzümüzə açılır və 8 iyundan 14 iyuna qədər davam edəcək bu 7 günlük zaman dilimi sizin üçün həm zehni, həm də emosional sahədə mühüm yeniliklər, dərin daxili dönüşümlər və ağlınızdakı ideyaları reallaşdırmaq üçün bənzərsiz imkanlar vəd edir. İdarəçi planetiniz olan Merkurinin səmada saçdığı dinamik və vizyoner işıqlar bu həftə sizin ünsiyyət bacarığınızı, öyrənmək həvəsinizi və insanlarla qurduğunuz bağları daha da gücləndirəcək, sizi daxili dünyanızın liderinə çevirəcəkdir. İndi isə dərindən bir nəfəs alın, ruhunuzu kainatın sonsuz harmoniyasına və ritminə kökləyin və gəlin ulduzların bu həftə boyunca sizin üçün hansı sürprizləri hazırladığını, hər bir günün gətirdiyi pıçıltıları addım-addım birlikdə kəşf edək. Həftənin ilk günü, yəni 8 iyun bazar ertəsi səhəri gözlərinizi açdığınız andan etibarən daxilinizdə bitmək bilməyən bir hərəkətlilik, zehni aydınlıq və yeni üfüqləri fəth etmək arzusu yaşayacaqsınız. Bazar ertəsinin gətirdiyi o klassik ağırlıq və monoton ritm sizdən tamamilə uzaq olacaq, çünki ulduzlar sizin birinci evinizi, yəni şəxsiyyət və özünü ifadə sahənizi maksimum dərəcədə alovlandırır. İş yerinizdə və ya gündəlik fəaliyyətinizdə uzun müddətdir təxirə saldığınız, bəlkə də başlamağa fürsət tapa bilmədiyiniz yaradıcı layihələri masaya yatırmaq, yeni ideyalarınızı rəhbərliklə və ya tərəfdaşlarla bölüşmək üçün bugün mükəmməl imkanlar yaranacaqdır. Səhər saatlarında daxili motivasiyanız o qədər yüksək olacaq ki, ətrafınızdakı insanlara da böyük bir ilham qaynağı olacaqsınız, lakin bu yüksək temp enerjinizin tez dağılmasına və eyni anda bir neçə işlə məşğul olmaq istəyinizə səbəb ola bilər. Ulduzların bugün üçün sizə ən böyük məsləhəti odur ki, diqqətinizi tək bir hədəfə fokuslayasınız və planlı şəkildə hərəkət edəsiniz. Çünki yalnız bu halda başladığınız işləri uğurla tamamlaya və günün sonunda böyük bir məmnunluq hissi yaşaya bilərsiniz. Axşam saatlarında isə xarici görünüşünüzdə kiçik dəyişikliklər etmək, özünüzə vaxt ayırmaq və ya bədəninizi rahatladacaq yüngül məşğuliyyətlərlə günün gərginliyini geridə qoymaq ruhunuza olduqca yaxşı təsir edəcəkdir. 9 iyuna, yəni çərşənbə axşamına qədəm qoyduqda isə göy üzünün bütün enerjisi sizin maddi vəziyyətinizə, şəxsi qazanclarınıza və xərclərinizin tarazlığına yönəlməyə başlayır. Bugün daxilinizdəki o xəyalpərəst və hərəkətli tərəfi biraz sakitləşdirib, daha realist, daha hesablayıcı olmaq vaxtıdır. Çünki anın gətirdiyi həyəcanla edilən plansız xərclər və ya gərəksiz alış-verişlər büdcənizdə kiçik çatların yaranmasına səbəb ola bilər. Gələcəyə yönəlmiş investisiya planlarınızı, maliyyə hədəflərinizi sakit bir mühitdə yenidən gözdən keçirmək, bəlkə də yeni gəlir mənbələri tapmaq üçün araşdırmalar aparmaq bugün uzun müddətli perspektivdə sizə çox böyük fayda gətirəcəkdir. İş həyatınızda isə göstərdiyiniz o böyük zəhmətin, ortaya qoyduğunuz unikal istedadların rəhbərlik və ya müştərilər tərəfindən yüksək qiymətləndirildiyini, bəlkə də yeni bir maddi təklif şəklində sizə geri döndüyünü aydın şəkildə görə bilərsiniz. Öz şəxsi dəyərinizi dərk etmək və ətrafdakı insanlara da bu dəyəri hiss etdirmək bugünün ən önəmli daxili dərslərindən biridir. Özünüzə güvənin və bacarıqlarınızı nümayiş etdirməkdən əsla çəkinməyin. Həftənin tam ortası, yəni 10 iyun çərşənbə günü gəlib çatdıqda isə ünsiyyət kanallarınız tam mənası ilə pik nöqtəyə çatacaq, sanki telefonlarınız susmaq bilməyəcək, elektron poçt qutunuz isə yeni və maraqlı mesajlarla dolub daşacaqdır. Bugün xüsusilə müqavilələrin imzalanması, hüquqi sənədlərin tənzimlənməsi, yeni tərəfdaşlıqların qurulması və ya təhsil həyatınızla bağlı mühüm qərarların verilməsi baxımından olduqca məhsuldar və uğurlu bir zamandır. Sözlərinizin sehirli bir gücü var və danışıq qabiliyyətiniz sayəsində ən çətin insanları belə öz ideyalarınıza inandıra, müzakirələrdə üstünlüyü ələ ala bilərsiniz. Digər tərəfdən baxsaq, yaxın çevrənizdə, bəlkə də bacı qardaşlarınız, qonşularınız və ya ən yaxın dostlarınızla olan münasibətlərdə uzun müddətdir davam edən kiçik bir anlaşılmazlıq varsa, bugün o buzları əritmək, səmimi və dürüst bir söhbətlə hər şeyi qaydasına salmaq üçün ən doğru zamandır. Günün ikinci yarısında qısa məsafəli səfərlər və ya işgüzar görüşlər gündəmə gələ bilər. Bu hərəkətlilik sizə yeni qapıların açılmasına və dünya görüşünüzün daha da genişlənməsinə vəsilə olacaqdır. 11 iyun cümə axşamı günü isə kainatın bütün diqqəti sizin evinizə, ailənizə, şəxsi sığınacağınıza və daxili hüzurunuza yönəlir. Son günlərin gərgin iş tempindən və xarici dünyanın səs-küyündən sonra bugün daxili dünyanıza çəkilmək, doğmalarınızla vaxt keçirmək və ailə daxilindəki bağları gücləndirmək sizə inanılmaz bir mənəvi güc bəxş edəcəkdir.
Evinizdə kiçik dəyişikliklər etmək, dekorasiya ilə məşğul olmaq və ya yaşadığınız məkanı daha konseptual, rahat bir hala gətirmək ruhunuzu qidalandıracaq və sizə böyük bir təhlükəsizlik hissi verəcəkdir. Keçmişə dair bəzi xatirələr və ya uzun zamandır həll olunmamış ailəvi məsələlər yenidən müzakirə mövzusu ola bilər. Bu zaman səbirli, anlayışlı və müdrik mövqe nümayiş etdirsəniz, illərdir davam edən emosional yüklərdən tamamilə azad ola bilərsiniz. İntuisiyanız bugün hər zamankından daha kəskindir. Qarşılaşdığınız hadisələrin pərdə arxasını çox asanlıqla sezə bilərsiniz. Ona görə də daxili səsinizə güvənin və onun sizə göstərdiyi yolla inamla irəliləyin. Və budur, iş həftəsinin sonuna yaxınlaşırıq. 12 iyun cümə günü yaxınlaşdıqca kainatın bütün işığı sizin sevgi həyatınıza, romantik münasibətlərinizə, yaradıcılıq və əyləncə sahənizə çox xüsusi və isti bir parıltı saçmağa başlayır. Əgər həyatınızda kimsə varsa, onunla birlikdə keçirəcəyiniz romantik bir axşam, edəcəyiniz səmimi və dərin söhbətlər aranızdakı bütün inciklikləri tamamilə yox edəcək və ürəyinizi xoş duyğularla dolduracaqdır. Hələ də həyatının sevgisini ləyaqətlə axtaran subay əkslər bürcləri üçün isə bugün olduqca sürprizlərlə dolu ola bilər, çünki qəfildən qarşınıza çıxan fərqli bir insan, onun intellekti və sizə olan yanaşması ürəyinizdə tamamilə fərqli qığılcımların yaranmasına səbəb ola bilər. İncəsənətlə, hobbilərlə məşğul olmaq və ya yeni bir yaradıcı layihəyə başlamaq üçün də bundan daha gözəl zaman tapmaq çətin olar, çünki daxili dünyanızdakı o bədii potensial bugün tam mənası ilə zirvəyə yüksəlir. Həyatın gərgin tərəflərini, qayğılarını bir günlük unudun, bugün sadəcə anı yaşamaq, gülmək və xoşbəxt olmaq sizin ən təbii haqqınızdır. Nəhayət, səbirsizliklə gözlənilən həftə sonunun ilk günü 13 iyun şənbə səhəri gəlib yetişir və göy üzü bugün sizin diqqətinizi tam mənası ilə gündəlik həyat ritminizə, iş mühitinizə və fiziki sağlamlığınıza yönəldir. Hər zaman aktiv olan, eyni anda 1000 dərəcə fərqli düşüncəni idarə edən bir bürc olaraq, son günlərdə zehninizi və bədəninizi hədsiz dərəcədə yormusunuz və orqanizminiz artıq sizdən xüsusi qayğı tələb edir. Bu şənbə gününü tamamilə dincəlməyə, sağlam qidalanma rejiminə keçməyə, bədəninizi toksinlərdən təmizləyəcək təbii bitki çayları qəbul etməyə və ya sadəcə yuxu saatlarınızı tamamlamağa həsr etmək sizə inanılmaz bir gümrahlıq bəxş edəcəkdir. Eyni zamanda yaşadığınız məkanda yığılıb qalmış və artıq sizə heç bir faydası olmayan köhnə əşyalardan xilas olmaq, böyük bir təmizlik işinə girişmək zehninizdəki lazımsız, yorucu fikirləri də öz-özünə uzaqlaşdıracaqdır. İş yoldaşlarınızla və ya gündəlik ünsiyyətdə olduğunuz insanlarla münasibətlərdə gərəksiz tənqidlərdən qaçın, daha çox dəstəkləyici və sakit mövqe nümayiş etdirin ki, həftə sonunun hüzuru pozulmasın. Həftənin son günü, yəni 14 iyun bazar günü isə tam mənası ilə ikili münasibətlərinizdə, xüsusilə də ciddi ortaqlıqlarda və evlilik həyatınızda harmoniya və balans yaratmaq günüdür. Bugün partnyorunuzla səmimi, dərin və anlayışlı söhbətlər etmək, gələcəyə dair ortaq planlar qurmaq və bir-birinizə olan güvəni yenidən təzələmək üçün göy üzü sizi tamamilə dəstəkləyir. Qarşılıqlı anlayış və güzəştə getmək bacarığınız bugün sizin ən böyük gücünüz olacaq. Şəxsi ambisiyalarınızı bir kənara qoyub, biz deyərək hərəkət etdikdə hər şeyin necə gözəl qaydasına düşdüyünü heyranlıqla izləyəcəksiniz. Keçən bu 7 günlük gərgin, lakin bir o qədər də maraqlı marafonu daxilinizdə sakitcə analiz edin, əldə etdiyiniz uğurlara, qazandığınız yeni biliklərə görə özünüzə təşəkkür edin və daxili inamınızı maksimum dərəcədə qoruyun. Bəli, əziz və çoxşaxəli əkizlər bürcləri, 8-14 iyun tarixlərini əhatə edən bu unikal həftədə ulduzların sizə ötürdüyü gizli mesajlar, taleyüklü bələdçiliklər və ən dəyərli tövsiyələr bütövlükdə bu şəkildə idi. Ümid edirəm ki, bu 7 günün hər bir anı sizin üçün daxili hüzurla, sönmək bilməyən bir zehni aktivliklə, bol ruzi bərəkətlə və ən əsası sonsuz sevgi ilə dolu olacaq. Atacağınız hər bir cəsur və ağıllı addım sizi xəyallarınıza bir addım daha yaxınlaşdıracaqdır. Həyatın qarşınıza çıxardığı hər bir sınaqdan daxilinizdəki o heyran edici zəka və çevrikliklə daha da güclənərək çıxacağınıza inamım tamdır. Hər zaman ulduzların parlaq işığı yolunuzu işıqlandırsın. Yeni həftə proqnozlarında yenidən eyni vaxtda görüşmək və planetlərin yeni sirli pıçıltılarını birlikdə öyrənmək ümidi ilə özünüzə çox yaxşı baxın, daxili dincliyinizi qoruyun və hər zaman ulduzlarla qalın, hələlik.